Aha, deməli başdan başlayaq. Ümumiyyətlə dedik ki, Cənubi Qafqazda yaradılmış ilk quberniya hansı quberniya hesab olunur? Gürcüstan quberniyası. İlk quberniya, 1801 Gürcüstan quberniyası idi. Bu çar hansı çar manifesti əsasında olmuşdu? 1-ci Aleksandr. Bəli, 1-ci Aleksandr manifestinə görə Şərqi Gürcüstan ləğv olundu. Amma bunu da qeyd edilir, Şərqi Gürcüstan nə zaman Ruslar nəzarət altına keçmişdi? 1783 Georgiyevski traktatı ilə. Georgiyevskidən idi. Bəli, bu traktat əsasında keçdi Ruslar nəzarət altına və Ruslar tərəfindən işğal olunma prosesi sonra neçənci ildə təsdiqlənir? Hansı müqaviləyə görə təsdiqlənir bu? Bu 1791-ci il Yassi sülhünə görə təsdiqlənir. Aha, bəli, bunu təsdiqlədilər. Sonra 1801-ci ildə isə artıq vəziyyət qarışmışdı. Hətta biz hansı hadisəyə görə dedik ki, Ruslar artıq dərhal bu manifesti vermək məcburiyyətinə qaldılar. Ki, Azərbaycan işğalına tez bir zamanda başlasınlar. Cənubi Qafqazın işğalına ümumiyyətlə başlasınlar. Qacarlarla hansı dövlətin müqaviləsi? İngilis 1801-də Bəli. Qacar İngilis müqaviləsi. Bəli, orada Malkom var idi ki, Malkomla müqavilə istər-istəməz Rusları vadar etdi ki, tez bir zamanda bu yürüşlərə başlasınlar Cənubi Qafqaz. Və bununla da 1801 manifestinin, sentyabr manifestinin verilməsi ilə Cənubi Qafqazın işğalına başlamış oldular. Şərqi Gürcüstan ərazisində ləğv olunması ilə Gürcüstan quberniyası yaratdılar. Bu da Cənubi Qafqazda yaradılmış ilk quberniyadır. Sonra da dedik Qazax Şəmşədə borc alıb. Bunları da tutdular və bunları da ləğv elədilər. Bunun tutulması ilə də Şimali Azərbaycan işğalına faktiki olaraq başlamış olacaqlar. Ləğv olunması ilə də onların yerində hansı inzibati bölgəsinə informalaşdırıldı? Qazax Şəmşədə borçlar nəyə çevrildi? Distansiya və yaxud da məntəqə kimi də biz bunu görə bilərik. Hansını görsək götürəcəyik, ona götürəcəyik, ona aid idi. Tamam. Ondan sonra Carbalaçan dedik neçənci ildə işğal edildi? 1803-də işğal olunmuşdu. Aha, 3-də işğal olundu, 4-cü ildə yenidən işğal edildi, yenidən tutulması. Və onun yenidən işğal edilməsi ilə hansı sultanlıq da tabe edildi? İlisu Sultanı. İlisu Sultanı. Amma biz burada İlisu Sultanının ləğv olunmasından danışmayacağıq. Çünki orada faktiki bu yazılır. Qazax Şəmşədə borçları düz işğal olma, ləğv olma məsələ var idi faktiki olaraq. Amma İlisu Sultanının ləğv olmasından danışmayacaq. Əslində İlisu Sultanının ləğv olma prosesi 40-cı illərə qədər gedib çıxır. Amma biz bunu keçmədiyimizə görə götürə bilmirik, yazılmadığına görə deyə bilmirik və ləğv olunduğunu da demirik. Sadəcə 1804-cü ildə işğal olundu deyirik. Və Carbalaçan da ləğv olundu. Bayaq vurğuladığımız kimi nə zaman ləğv edildi? 1830-cu ildə. 30-cu ildə, bəli. Müvəqqəti idarədə yerində yaradılmış oldu. Tamam. Və bu müstəmləkəçi dövrdə ümumiyyətlə müstəmləkə sistemi də vurğuladı ki, düz 1801-ci ildən başlanmış oldu və bu müstəmləkəçilik sistemi dövründə də əsas Cənubi Qafqaz iki inzibati bölgü sistemində formalaşdı. Müsəlman əyalətlər rəisliyi, bir də hərbi dairə rəisliyi. Dedi ki, bunların mərkəzləri hansı şəhərlər hesab olunurdu? Müsəlman əyalətləri rəisliyinin mərkəzi Şuşa idi. Hərbi idarə rəisliyində mərkəzi Dərbənd idi. Dərbənd idi. Hərbi dairənin tərkibində sadəcə 3 dənə ərazi var. Hansılardır? Bu Lənkəran yox, Bakıdır, Dərbənddir, bir də Qubadır. Bəli, Bakı, Dərbənd və Quba. Bu 3 ərazi bunun tərkibindədir. İndi mən sizə bir dənə qrupa PDF-də atacağım. Orada hamısının inzibati vahidləri, hamısının xəritə üzərində, xəritə də var orada. Onları da qeyd etmişəm. Diqqətlə baxırıq, xəritəyə də diqqətlə baxırıq. Ərazilər də onun tərkibində yazmışam. İndi bunların hamısının üzərindən ayrıca biz gedəcəyik. Onda sizə daha aydın olacaq ki, sonra bu hissələrdə qarışıq hissələrdir. Ərazi bölgüləri qarışıq hissələrdir. Onları biz qarışdırmayaq. Bu PDF-i də diqqətlə nəzərdən keçirdərsiniz və yadınızda qalsın. Amma indi keçməyin. Birinci qulaq asın mənə, sonra dərsdən sonra baxarsınız onlara. Tamam. Daha sonra deməli inzibati bölgü bu Müsəlman əyalətləri rəisliyinin də tərkibində daxil olan sadəcə 4 əyalət vardı. Hansılar idi? Qarabağ, Şəki, bəli. Şamaxı. Qarabağ, Şəki, Şamaxı. Bir də Lənkəran idi. Bəli. Burada İrəvanın, Naxçıvanın, Yezabetpolun adını çəkə bilmək. Çünki İrəvan və Naxçıvanda erməni idarəçiliyi var idi. Ona görə onun adını çəkmirik. Yezabetpol isə dairəyə çevrilmişdi. O da ayrıca bir inzibati bölgü vahidi idi. Ona görə onu da biz bu əyalətlərin tərkibində deyə bilmərik. Və hətta dairələrdən biri də Carbalaçan idi. Və bu dairə termini, Yezabetpolun dairə terminindən çıxması neçənci ilə düşür? Artıq biz bundan sonra Yezabetpolu Qəza adlandıracaq, dairə yox. Qəza termini hansı islahata görə formalaşdı?
1846-cı il. 40-cı il. Niyə 40-cı il olsun da? 1840-cı il aprel islahatına görə quberniya, qəza, vilayət, bu kimi inzibati bölgə sistemləri formalaşdı axı. Yelizabetpol da orada qəzaya çevrildi. İrəvan, Naxçıvanda da dedi erməni idarəçi Ləvqonda qəzaya çevrildi. Bu qəzaların hamısı birləşəcək bir inzibati bölgədə. Amma bütünlüklə hamısını götürməyəcək də təbii ki biz. Yenə də İrəvan, Naxçıvan, Yelizabetpolu ayıracaq bir qəza kimi Gürcüstan İmelitiya quberniyasının tərkibinə və bir də burada Car-Balakən ərazisinə. Amma diqqət yetirsək, 1840-cı ildə baxmayaraq ki, əyalət, dairə, distansiya terminləri hamısı ləğv olunmuşdu, ləğv edilmişdi. Amma bu Car-Balakən dairə termini hələ də qalır. Car-Balakəni biz qəza adlandırmırıq, nahiyyə adlandırmırıq. Yəni bu terminlərin heç birini, yeni terminlərin heç birini ona aid etməyəcək. Bu termin qalacaq 1840-cı ildə yenə də qüvvədə qalır və dairə termini kimi mövcudluğunu saxlayacaq. Ta ki 1860-cı ilə qədər Zaqatala dairəsi formalaşana qədər. Orada da yeni bir dairə formalaşacaq. Bu da Zaqatala dairəsi. İndi biz növbəti mövzularda keçəcəyik bunu. Sonra Zaqatala üsyanından zaten danışacağıq biz orada. Və bu dairə formalaşan zaman isə Car-Balakən bu dəfə daxil olacaq həmin bu Zaqatalanın tərkibinə. Yəni o vaxta qədər 60-cı illərə qədər dairə statusu olaraq qalır. Sonra inzibati bölgü kimi keçəcək Zaqatala dairəsinin tərkibinə. Çünki Zaqatala daha böyük bir anlayış idi. Sonrakı gedişatlarda da, sonrakı dönəmlərdə isə Zaqatala dairəsi çevrilib olacaq Zaqatala quberniyası. Bunlar bir inzibati bölgü idi. Bu Gürcü Melitiya quberniyası və Xəzər vilayəti nə zaman ləğv olundu? 1846-da 4 dənə quberniyanın yaranması ilə bu ləğv olundu. Hansı qərar? 46 hansı qərar idi? Deməli 14 dekabr. 14 dekabr qərarı. Və deməli 14 dekabr qərarına qədər, daha doğrusu belə deyək, 1846 14 dekabr qərarına qədər nə ki hadisələr baş verəcək, islahatların keçirilməsi olsun, o kəndlilər nəzərlə bağlı islahatlar ki var idi, ali müsəlman təbəqəsi və s. Bunları biz hamısını şamil eləyəcək. Həmin o Xəzər vilayətindən bağlısa Xəzər vilayətinin inzibati bölgü sistemi kimi onun adını çəkmiş olacaq. Gürcü Melitiya quberniyasının tərkibində olan ərazilər şamil olunursa biz onun adını çəkmiş olacaq. Mənim onda 40-46 ərzində, 40-46-cı illər ərzində qəzalar ancaq onların tərkibi də qəzalardır da. Təbii ki, bəli. Yəni əgər bayaqların bir ifadə işlətdiyi Xəzər vilayəti bəyləri 1841-ci ildə torpaqlarına müsadirə edildi, ona torpaqlar əllərindən aldı. Və onu vurğuladım ki, Xəzər vilayəti ifadəsi yazılmaya bilər. Bizim qarşımıza çıxar ki, Şamaxı qəzasının, qarşımıza çıxar Qarabağ qəzasının, bəylərin torpaqlarına müsadirəsi, bu ifadəni görən kimi Quba qəzası olsun, fərq eləmir. Onun hamısına aid edilmiş olur. Bu da belə. 46-14 dekabra qədər mövcudluğunu saxladı və 46-14 dekabrda ləğv olundu. Dedi ki, hətta Azərbaycanda ilk dəfə olaraq quberniya yaranmış oldu. Hansı quberniyalar idi bunlar da? Gürcü Melitiya quberniyası. Yox, Gürcü Melitiya ləğv olundu. Onun yerində Gürcüstanla bağlı. Aha, Dərbənd Şamaxı. Deməli, Xəzər vilayəti ləğv edildi və onun yerində iki quberniya formalaşdı, Dərbənd Şamaxı quberniyası. Və bu Azərbaycana yaradılmış ilk quberniyalar, yerli quberniyalardır. Və ümumilikdə Cənubi Qafqazda, bunlar həmçinin ümumi götürəndə Cənubi Qafqazdan yaradılmış quberniyalar da sayılır. Və bir də Cənubi Qafqazdan əlavə olaraq o Gürcü Melitiya quberniyası ləğv olunur deyə Tiflis, Kutaisi quberniyalar formalaşdırılmış olur. Bunların da tərkibində müəyyən ərazilər var idi. Məsələn, Tiflis quberniyasının tərkibində İrəvan var, Naxçıvan var, Yelizabetpolun özü var idi. O Qazax, Şəmşədi, Borçalı bunlar ora daxil edilmişdi. Car-Balakən ərazisi ümumi daxil edilmişdi. Gürcü Melitiya ləğv olunur axı. Ləğv edildiyinə görə də onun tərkibində ərazilər yenə o hissədədir. Hələ o hissədən çıxmayıbdır. Yenə də onların tərkibinə daxil edir. Məsələn, bu ərazilərin biz Şamaxı, Dərbənd quberniyalarına aid edildiyini deyə bilmərik. Şamaxı quberniyasının tərkibində öz ərazi bölgü sistemi var. Dərbənd quberniyasının tərkibində öz ərazi bölgü sistemi var. Şamaxıda dedik nə vaxta qədər mövcudluğunu saxladı? 1859 zəlzələsinə qədər. 59 zəlzələsindən sonra yeni bir quberniya olan Bakı quberniyası yaradıldı. Bəli. Dərbənd nə vaxta qədər mövcudluğunu saxladı quberniya kimi? 1860-da ləğv olundu. 60-da ləğv edildi və hətta onun tərkibində olan Quba qəzası hansı quberniyaya verilir? Bakı quberniyasının tərkibinə daxil edilmiş olacaq. Bəli. Daha sonra Şamaxı quberniyasının özü ləğv olunduqdan sonra Bakı quberniyası yaradılan zaman Şamaxı quberniyasının tərkibində nə qədər ki qəzalar var idi ya. Bax, həmin o qəzaların hamısı aid ediləcək Bakı quberniyasına. Sonra Bakıdan ayrılan ərazilər hesabına da başqa bir quberniya olan Yelizabetpol quberniyası formalaşacaq ki, neçənci ildədir? 1860.
68-də. 8. 68-ci ildə formalaşmış quberniya idi. Bu, deməli, bir də var idi 40-cı illərdə bir quberniyada yaradılmışdı. Bu hansı idi? 49-da İrəvan quberniyası. 1849 İrəvan quberniyası. İrəvan quberniyasının tərkibinə hansı ərazilər aid edilmişdi? Orada bir mənbədə də keçirir. Deyir, Rus Senatı tərəfindən verilmiş bir qərar vardı. 49 iyun qərarı. Və bu qərara görə də deyirdi, yeni bir inzibati bölgü, yeni bir quberniya yaradılmalı. Bu İrəvan quberniyası olmalı. Onun da tərkibinə bu ərazilər daxil edilməlidir. Söhbət hansı ərazilərdən gedir? Hə, Könül xanım, hansı ərazilər idi? Naxçıvan, İrəvan, Aleksandropol, bir də Şamaxıdan Mehdi. Bəli, Naxçıvan, İrəvan idi. Tiflisdən ayrılmış ərazilər idi də onlar. Çünki o İrəvanı artıq ayırdılar axı. Bayaqdan Tiflis quberniyasının tərkibində idi. İndi İrəvanı ayırdılar, Tiflis quberniyasının tərkibindən çıxartdılar və elə Tiflisdə daxil olmuş həmin o Naxçıvan idi. Ondan sonra Şamaxın Mehri qəzası olsun, Aleksandropol ərazisi olsun və bu torpaqlarda hamısını təzədən verdilər həmin o İrəvan quberniyasının tərkibinə. Bu Rus Senat tərəfindən verilmiş qərardır. Bəli. Aleksandropol onda güclü torpağı olubdu, yoxsa o yəni Azərbaycan torpağı deyil də, yəqin belə. Yox, o Cənubi Qafqazda olan ərazi idi. Azərbaycan torpağı deyildi. Həmin ərazilər. Bu da Rus Senat tərəfindən. Deməli biz hətta buradan bizə agah olur ki, vaxtilə hələ bu Senat ifadəsi Rusiyada neçənci ildə formalaşmışdı? Xatırlayaq tez bunda. 1711. 11-də Pyotr tərəfindən. Deməli bu dövrdə 19-cu əsrin ortasında hələ Senat termini yenə də qalırdı. Var idi bu Senat termini, ləğv olunmamışdı. Onun tərəfindən verilmiş bir qərardır. Birdən yazarlar ki, Rus çar tərəfindən verilmiş qərar idi. Rus çarı verməmişdi. Bunu Senat vermişdi. Senat təsdiqləmişdi bu qərarı. Bu da öz yerində. Ondan sonra gəldik Yelizavetpol quberniyası. 1868-də dedik yaradıldı bu quberniya. Düzdürmü? Bunda tərkibində hansı ərazilər aldı? Yenə o xəritənin içərisinə baxanda oradan görəcəksiniz. Bakı. Açıq-aşkar indi yazılmır. Qabaqlar açıq-aşkar yazılırdı bu. İndi yazılmır. İndi biz xəritə üzərindən analiz apararaq onu tapmalıyıq. Mən onu ayrıca qeyd etmişəm. Ona baxanda artıq görəcəksiniz. Bakıdan ayrılan ərazilər, İrəvandan ayrılan ərazilər və Tiflisdən ayrılan ərazilər. Hamısını daxil edəcəklər Yelizavetpol quberniyasının tərkibinə. Deməli, İrəvandan veriləcək ərazi. Orada yeni ərazilər, ərəş yaradılacaq, Cavanşir qəzası formalaşdırılacaq və bunlar hamısı Şuşanın özü, o Qarabağ, Şuşa bölgəsi, qabaq Bakının tərkibində idi. Əvvəllər Şamaxının tərkibində idi. Sonra keçir Bakı yarananda Bakının tərkibinə, sonra da veriləcək Yelizavetpolun tərkibinə. Hamısı beləcə inzibati bölgü sistemi kimi formalaşdırılmış olacaq və yeni bir quberniya formalaşacaq. Amma sizə bir şey deyim. Azərbaycana yaradılmış ən sonuncu quberniya Yelizavetpol quberniyası deyil. Ən sonuncu quberniya Zaqatala quberniyasıdır. Çünki biz bu quberniya ilə nə vaxt yarandığı məlum deyil. Amma biz bu quberniya ilə tanış olacağıq AXC dövründə. Ona görə də, yəni birdən yazarlar ki, ən sonuncu yaradılan quberniya Yelizavetpol quberniyası, Yelizavetpol deyil. Biz açıq-aşkar onu Zaqatala quberniyasına artıq keçmiş olacaq, adını çəkmiş olacaq. Zaqatala quberniyası ən sonuncu formalaşdırılmış quberniyadır. Yenə də deyirəm, nə vaxt yarandığı məlum deyil. Bilmirik neçənci ildə yaradılıbdır. Amma bir quberniya kimi formalaşıb. Əvvəl dairə kimi formalaşıb, daha sonra isə quberniya kimi formalaşmışdı və sonra da AXC-nin ərazi bölgülərindən biri hesab olunurdu. İrəvan çünki ləğv olunacaq, sonra İrəvan quberniya kimi ləğv olunur, ermənilərə verilir də. Bunlar bizim inzibati bölgü sistemlərimizdir. İndi və yenə sizə nə deyim? Nəyə diqqət yetiririk? Hər bir quberniyanın tərkibində özünə məxsus, öz adı ilə tanınan qəzalar da var. Bakı quberniyasının tərkibində Bakı qəzası da var. Şamaxı quberniyasının tərkibində Şamaxı qəzası olub. Dərbənd quberniyasının tərkibində Dərbənd qəzası da olubdur. Yelizavetpol quberniyasının tərkibində Yelizavetpol qəzası var. İrəvanın tərkibində İrəvan qəzası və s. Bunlar var. Yəni birdən onu demək istəyirəm ki, birdən elə Şamaxı quberniyasından yox, Şamaxı qəzasından danışırlar 1846-59 aralığında. Yəni bilin ki, hə, quberniyanın tərkibində qəza olubdur. Ondan sonra Bakı qəzasından danışıla bilər, Quba qəzasından danışıla bilər. Bəli, o dövrlərə qədər qəza termində vardı. Dərbənd quberniyasının tərkibində Dərbənd qəzasından danışıla bilər, qəza kimi var idi. Yəni bunlar, bu terminlər mövcuddur. Bunlar da əsas olan amillərdir. Yəni birdən testlərdə salıb eləyirlər. Adam oturub fikirləşir ki, yəni bu olmayıb axı, belə bir şey yoxdur, belə bir şey keçmirik. Yox, ərazilərin tərkibində var idi. Yəni biz keçməsəydik xəritə bölgü sistemi içərisində onlar hamısı qeyd olunubdur. Və son bir məlumatda qeyd edeyim ki, deməli İrəvan quberniya kimi böyük bir anlayışdır, düzdürmü? Qəza kimi də İrəvan quberniyasının tərkibində İrəvan qəzası var. Bu da düzdürmü? Və birdən xəritədə bizdən hər hansı bir sual düşər və İrəvan quberniyasının yerini bizdən istəyər.
Və İrəvan normalda biz Naxçıvanı aşağıda, İrəvanı yuxarıda qeyd edirik. Eləmi? Göyçə gölünün aşağı hissəsindədir, amma İrəvan sol tərəfdə, Naxçıvan sağ tərəfdə, biraz aşağıdadır. Düzdürmü? Amma quberniya kimi o ümumilikdə həmin o torpaqlar hamısı İrəvan quberniyasının ərazisi olduğuna görə işarəni, rəqəmi İrəvan olan bölgədə yox, Naxçıvan olan bölgədə verə bilərlər sizə. Yəni bunu görsəniz, deməyin ki, bura Naxçıvanda axı İrəvan quberniyası necə olsun? Quberniya kimi İrəvan quberniyasının ərazisidir. Şamaxı quberniyasından danışılsa, aparıb ərazini Bakı tərəfdə işarələyə bilərlər. Düşünməyək ki, bura Bakının yeridir axı, Şamaxının yeridir. Quberniya kimi Bakının, Şamaxı quberniyasının yeridir. Yəni ərazi baxımından da nəzərdə saxlayın ki, rəqəmlərin yerinə çaşdırmaq məqsədi başqa yerlərdə verə bilərlər. Sadəcə bilin ki, bunlar inzibati bölgüdən bizdən ümumilikdə soruşulur və inzibati bölgüdən bəhs olunur. Ərazilər daxil edə bilər. Harda verməklə asılı olmayaraq, ümumi quberniyanın tərkib hissəsidir. Biraz sağda, biraz solda, biraz aşağıda fərq eləmir. Ümid edirəm ki, bu artıq aydın oldu. Yəni bu mövzunun ən gəlis hissəsi həmin bu inzibati bölgü hissələrdir. Qabaqlar yazırdılar bu deməli 1847 islahatlarını Şirvan və Dərbənd quberniyalarına şamil oldu yazırdılar. İndi yazmırlar. Orada da o quberniyaların adlarını çəkirdilər, amma testlərdə quberniya yox, Şamaxı qəzası yazırdılar, Dərbənd qəzası, Quba qəzası, məsələn belə yazırlar, Bakı qəzası yazırdılar, çaşdırırdılar. Yəni ona görə bunlar dedim ki, ola bilər. Testlərdə çaşdırarlar, söz oyunu apararlar. Yəni bilək ki, söhbət hansı ərazilərdən və nələrdən gedir.